Salam, hər vaxtınız xeyir olsun. Əmr şəkli ilə arzu şəklinin birinci şəxsin cəmində oxşarlıq təşkil edir. Həm əmr şəkli üçün, həm də arzu şəklinin şəxsə görə dəyişməsinə fikir verək. Hər birini lövhədə yazmışam. Məsələn, mən oxuyum, sən oxu, o oxusun, biz oxuyaq. Siz oxuyun, onlar oxusunlar. Onu da nəzərinizə çatdırım ki, əmr şəklinin xüsusi şəkilçisi yoxdur, xəbərli şəkilçisi vasitəsilə düzəlir. Şəxs xəbərli şəkilçisi vasitəsilə düzəlir. Arzu şəklində isə mən oxuyum, mən oxuyam, sən oxuyasan, o oxuyaq, biz oxuyaq, siz oxuyasınız, onlar oxuyalar. Baxın, birinci şəxsin cəmində biz oxuyaq, həm də əmr şəklində biz oxuyaq şəklindədir. Bunlar forma olaraq bir-birinə çox bənzəyirlər. Demək ki, necə fərqləndirəcəyik? Arzu şəklinin əvvəlinə kaş təki ədatlarını artırmaqla, əmr şəklinin isə əvvəlinə qoy və gəl ədatlarını artırmaqla onları fərqləndirmək lazımdır. Əgər bu arzu ədatları arzu şəklinin əvvəlinə artıra bilirsə arzu şəklində, əmr ədatlarındansa qoy və gəl ədatları əmr şəklinin əvvəlinə artırıla bilirsə əmr şəklində götürəcəyik. Baxın, nümunədə yazmışam. Məsələn, elə oxuyaq sözü iki cür düşünülə bilər. Həm əmr şəklində, həm də arzu şəklində. Kontekstə görə bunu müəyyənləşdirmək, yəni biz yazaq ki, oxuyaq hansı şəkildədir, düzgün deyil. Bunu iki şəkildə də düşünmək mümkündür. Kontekst daxilində, cümlə daxilində müəyyənləşdirir. Məsələn, gəl oxuyaq. Görürsən, gəl oxuyaq. Aq birbaşa xəbərli şəkilçisidir, əmr şəklində götürüləcək. Kaş oxuyaq. Oxu sözün köküdür. A, arzu şəkli, A şəkilçisindən düzəlir. A şəkilçisi arzu şəklidir, Q isə xəbərlik şəkilçisi. Kaş və təki sözlərinə əlaqənərsə arzu şəkli, qoy və gəl sözlərlə əlaqənərsə əmr şəklində götürəcək. Çox sağ olun.